TikTok'da bəyəndiyim videolara baxırıq. Bəli dostlar, bugün TikTok'da mənim səhifəmdə bəyəndiyim videolara baxırıq, başlayaq. Gördüyünüz kimi bəyənilənlərimə girdim və ilk videoya bastım. Plaşa gəldim, tualetlərin halinə bax, kumamı can mən deyir. Baxaq. Qardaş neyini ola? Tuvalet pisti deyə də başı divara vurmazsan da. O izbil, maşının rənginə bax. O izbil, təkərinə falan bax. Maşın zordur ha. Sizə bir söz deyim, maşın yağdır, yağ. Aa Hilal, bir də siz oyun oynuyordunuz. Oyun qaydalarını izah etməyə başlayanda mənim beynim. Şpion, onun qaydaları nə idi? Çox rahat. Orada bir dənə sözdür, paylayırlar hamıya. Bir nəfər isə şpiondur. Hamı başlayır səthi hələ bir iki suallar verməyə, sözlər deməyə. Hansı ki o mən də bilmirəm bu oyunu. Diqqət istədim. Qugaga. McDonald's-ın yeni fürsət. Simişqa xəstəxanası. Bəli, 50 saat Instagram Reels izləyəndən sonra mənim beynim yazılmalıydı ora. Şizofrenadan sağalmaq yoxsa 1000 manat? Şizofreniyadan sağalmaq. Təbii ki də şizofreniyadan sağalmaq. Ay. Ay xeylə, bunca nə uğraş damarı tutdu, gəl sən canı bunu apar. Çox realistik videodur, çox bəyəndim. Yenə bu başını divara vuran oğlan, mən bunu haçan bəyənmişəm, amma bəyənmişəm. ATM paramı yutdu deyir. Görə indi hara vuracaq başın? Hadi kardeşim be, seni mi bekleyeceğiz be? Hadi be kardeşim. Heç gözləmirdim da. Arxadakı oğlanın qaçmağını heç gözləmirdim. Ata, xəbərim var da oğlun idmana yazılıb. Nə idmana? Sualtı xokkey. O izibil. Sualtı xokkey. Ho, çox maraqlı olar ha. Sən bir yaşına gəlib çatsan bala. Pasiyenə girəndə kuruqla girirsən. Suyun altında xokkey oynayansan sən. Özünə mərifətli idman tap. Elə bilirdim ki, belə deyəcəksən, ona Qəşəng görə idmanlama. gedib velabola da yazılmışam. Nə bu? Velabol de. O izibil. Belə idmanlar var həqiqətən. Bala, sən də mərifətli VSB sürə bilirsən. Nə də futbol oynaya bilirsən. Sən bunun ikisini birdən nətər eləyirsən? Ayata, həmişə nə demişəm, ona mız qoymusan. Bu neyinə məşğul olum mən, yaxşı. Güləş, cido, ataların tək bildiyi idman növü. Ya güləş deyə cido. Eyni şeydilər, nə də olsa. Baxaq. Bəli. Mən 6-cı sinifə gedir. 6-cı sinifə gedir. Bəli, özüm hər gün şəxsən məşğul oluram onunla. Qarnını da qoyublar ki, özüm məşğul olmuşam. Anlayışı var. Mən Yox da. Həqiqətən belədir. Atalar danışmağa icazə vermir ki. Sən, boy, sən gəl. Ən balacan getdi çağır deyə. Ayata, uşaqdır bu. Gəl, uşaqdır bu. Judodan anlayışı yox imiş. Ayata, nə danışırsan? Sən 30 yaşım var, mən məktəbi də çoxdan qurtarmışam. İmkan ver bir ağzımı açım da. Müəllim, mən istəyirəm ki, sağlam, özgüvənli, nizam-intizamlı olun, bir də ki, özünü müdafiə edə bilim. Onda doğru ünvandasınız. Atamız etiraz eləmişsə, başlayaq. Atanız etiraz eləmişsə. Atasına qayırıq. Hoppa, həqiq səni. Ata. Ata biabır oldu da. Niyə tökdün o suyu indi? Siz mən bu suyu niyə tökdüm? Aha. Bəli, düz bildiniz. Çünki mən dalba. Mən elə fikirləşməmişdim, amma həqiqətən də ola bilər. Bir nəfərə bənzətdik bu azarkeşi amma. Of, Türkiyə azarkeşinə bax da. Buna görə Türkiyəni dəstəkləmək lazımdır. Çox yaxşı bir azarkeşdir. Mən də bunu kiməsə oxşatdım. Bu nə məsələ? Usta. Ətim bol elə. Ətim bol elə. Ətim bol elə. Bu nədir? Bu nədir? Gələ qaqa. Gələ bakalım. Çox bol elədi, ne usta? Usta, çox bol elədi usta. Usta çox bol elədi, abartdın usta biraz. Onun içi pişməyib, usta. Ödüllərimi açıyorum. Əmi çox həvəsli bir şəkildə Brawl Stars oynayır, baxaq. Aşamalı mı? Efsanevi. Efsanevi. Efsaneyi açıyorum. Aç. Yes! Yeah! Yedim lan seni. Aç görək. O izli bil. Əmi çox həvəsli. Əmi karakter çıxartdı, əmi hər of kişi balası. Çox da sevim. Peçat sözlər part 1. Ki, hər kəs bizim dalımızdan qaçır. Aha. Bəziləriniz bu yumurta kimisiniz. Sadəcə qiymətiniz düşüb. Ayas Batarin porno, Fantayt, Axırdakı dırr nə idi?
Salam əleykum qardaş, nəsə olur? Necə? Ay qardaş, göz mədəniyyəti deyilən bir şey var da. 1-2 saniyə adama baxdınsa, tanımadınsa özünü çörməlisən. Düz deyir ha, yolda çox belə şey yaşanır. Dayanıb sıfatıma baxır, elə bilirsən tanıyır. Heç nə də demir, sadəcə üzvə baxır. Sən kimlərə görə də qızlar bayıra çıxır? Qızlar? Harol qızlar? Ay, kişinə qızlar. Baxırsan, gül kimi vit fasonun var, özünü küçədən armanla apara bilmirsən. Yaxşıdır, paltar. Evdəkilər seçsin. Evdəkilər seçsin. Cəmaatın gözünün içinə baxmaqla nə qazanırsan sən? Mən normal qazanım axıran işdir. Ay, bu Normal nikahsanı amaxıran işləyir. Hər sözü səhv başa düşürük. mən sözümün canı odur ki, cəmaatı tanımırsansa gözünün içinə dayanıb saatla baxma. Bəra baxın. Ha nə bilim, get çıx parka, ağaca bax. Get sahilə çıx, dənizə Düz bax. deyil. Başını arada bir qaldır göy səmaya bax. Bu dünyada baxlası o qədər şey var ki, sən isə ancaq insanlara baxırsan. Düz Həm də deyil. sən o başa düşməlisən ki, sən insanlara baxmaqla, sən beynin avtomatik səni onlarla müqayisə Buna edir. nə cavab Bu isə verəcəksən, qoymur hə? sən xoşbəxt olasan. Qardaş, saçana kim baxmalıyam ağaca? Qardaş! Sən elə bu yaxşıdır. Bax, axıra camax. Oo, Şamaxı FK. Alqış. Bəyənmişəm. Niyə bəyənmişəm? Çünki mən də Şamaxılıyam. Ömrümüzə girən Old Spice reklamı böyük ehtimal bu videoyu tıklayanda da çıxma ehtimalı var sizə bu reklamın. Mən də dəniz qulduruyam yəni. Onun inanılmaz qoxusu var. Ya dadam. Ya dadam. Ya dadam. Ey, mən də dəniz qulduruyam. Qoxu yetişdirdir gəmimlə. Reklamın əslində belə olmalı. Belə olsa daha yaxşı olardı. Qoxuyun altından var yox izi gəlir. Koltuğun altından bax yox hissi gəlir. İndi qaynam burada Survivor Surf oynayacaq. Oy bilə, çəki vaxtda onu bilirsən ha. Çox böyük adrenalin olar amma axırı da çox böyük adrenalin olacaq da nəysə. Qarpızı çörəklə yemək, yoxsa sərçə Qəribəliklər part 1. barmağında uzun dırnaq? Sərçə barmağında dırnaq. Nə olub, lapatqadır? Liftlə deyil. ikinci mərtəbəyə qalxmaq, yoxsa sərçə barmağında uzun dırnaq? Liftlə ikinci Məncə də lift. 100%. Bəs yaxşı, liftlə ikinci mərtəbəyə qalxmaq, yoxsa siqaret çəkən nənə? Siqaret çəkən nənə. Siqaret çəkən nənə. Siqaret çəkəndən. Ola nənə siqaret çəkər. Selfie çubuq istifadə etmək, yoxsa siqaret çəkən nənə? Siqaret çəkəndən əlbəttə ki. Pivə məzələrini pivəsiz yemək, yoxsa siqaret çəkən nənə? Siqaret çəkən nənə birinci zaten hamı eləyir. Siqaret çəkəndən Bugünlük bu qədər çox bilmiş bəy. Çox sağ olun intervyu üçün. Alqışlayaq çox bilmiş bəy. İndi istəyirəm ki, gəlin aram. Düz söhbətdən səhv çıxardan dost. Böyük ehtimal sizin də belə dostunuz var. Sizin də belə dostunuz varsa yorumlara yazın. Bizdən idarəçməni olmasın da. Söhbətlə həll edəyin də bunda. Burası. Mən bilmirəm, çıxart məni, pulumu ver. Qardaşım, biz çıxartmırıq, biz çıxırıq. Nə deyir ola? Söz soxdum da. Söz soxdum da deyir. Sən özünə sox. Anamın fikrincə saat 10-dan sonra həyata çıxsam nə baş verər? Hoppa! Hara getsən qardaşım? Salam. Nə salam? Gəl səndən gedək bir paçka Astra siqareti çəkməyə. İlla astra çəkməyə, hə? Sonra da gedək 2 litr çubuq şərabı içməyə Romanın podvalında. Mən evə getməliyəm. Nə ev? Ev qalar indiyə. Səndən qalar hələ indi. Romanın podvalında Əxlaqsız qadınlardan əxlaqsız bədən hərəkətlər eləməyə gedəcəyik. Əxlaqsız bədən hərəkətləri. Osman Tuş, Osman Tuş. Oho, Osman Tuş belə var. Bəyənilənlərimdə mənim niyə Osman Tuş var? Mən Osman Tuş bəyənməmişəm. Sadəcə dostlar, Osman Tuş, dıqqış, number. Azərbaycan Braziliya oyununda Braziliya millisinin marşını eşidən bizim komanda. Dostlar, bəyəndiyim videolar bu qədər idi. Videoya like atıp kanala abone olmağı unutmayın. Burada və burada möhtəşəm videolar var. Girib olaraq izləyə bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.